və bu onun gəliri. Yəni burada artıq ödəmə mənbəyindən Azərbaycan Konsaltinqlər Assosiasiyasının təşəbbüsü və GM Consulting MMC-nin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq 1C proqramı üzrə praktiki seminar baş tutub. Bu seminar ilk rəsmi praktiki təlim olması ilə seçilir və mütəxəssislərə mənfəət vergi bəyannaməsinin hazırlanması, qanunvericilikdəki son yeniliklər, 1C-də real tətbiq üsulları barədə geniş praktiki bilik təqdim edilib. Seminarda ölkənin maliyyə nəzarəti orqanlarının əməkdaşları, mühasiblər, auditorlar, vergi mütəxəssisləri, ekspertlər, müxtəlif dövlət qurumlarının maliyyə və mühasibatlıq sahəsində çalışan əməkdaşları ilə yanaşı, özəl sektorun nümayəndələri, biznes sahibləri və CFO-lar iştirak edib. Azərbaycan Konsaltinqlər Assosiasiyası ölkəmizdə konsaltinq sənayesinin inkişafına töhfə vermək məqsədi ilə yaradılmışdır. 2023-cü il oktyabr ayının 1-də yaradılan Azərbaycan Konsaltinqlər Assosiasiyası əsasən konsaltinq sahəsinin inkişafını və eyni zamanda konsaltinq sahəsində olan belə deyək, fəaliyyət göstərən şirkətlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlik olan bir assosiasiyadır. Bugünkü tədbirimiz isə mənfəət vergi bəyannaməsinin verilməsi və 1C proqramında praktiki yanaşmalar mövzusunu əhatə eləyir. Bugünkü tədbirin mahiyyəti mənfəət vergi bəyannaməsinə hazırlıq, öncədən baş verə biləcək proseslərin uyğunlaşdırılması və hesabata verilərkən onların nəzərə alınmasıdır. Düşünürəm ki, mühasiblər üçün, maliyyəçilər üçün çox önəmli və lazımlı bir mövzudur və növbəti hesabat dövründə də bugün öyrənəcəklərin istifadə edərək düzgün mənfəət bəyannaməsini tərtib edə bilərlər. Tədbir sonda sual-cavab və maarifləndirici müzakirə ilə yekunlaşıb.